müğənni vardı, bir türk müğənninin adını çəkməyəcəm. Çox paralar qazanırdı. İndi bütün parasını qumarda zatda itirib, məhv olubdu. Adam pərişan bir vəziyyətdədir. Baxdım o gün onun halına. Məsələn, bir çox Azərbaycanlı deyər ki, kaş ki onun qazandığının onda birini mən qazanaydım və mən mütləq xoşbaxt olardım. Və niyə olmur? Sənə qədər ağıllı deyil o. Para insanı xoşbaxt eləyə bilmir. Adamlara elə gəlir ki, para insanı xoşbaxt. İnsanı xoşbaxt eləyən onun həqiqətə çatmasıdır. Bu həqiqətə çatsa, nirvanaya yüksəlir. O zaman hər şeyin dadı yaranır. Yuxunun dadı yaranır, qalxmağın dadı yaranır, ünsiyyətin dadı yaranır, atalığın dadı yaranır, analığın dadı yaranır, evladlığın dadı yaranır. Həqiqət dadlandırır sənin həyatını. Ona görə də həqiqətə çatmadan həyatın dadı yoxdur xoşbaxtlığında.